Əməkdar artist Mehriban Xanlarova ilk sevgisindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa Bizimlə Sən proqramında yeniyetmə illərində lentə alınan fotosu nümayiş olunarkən, aparıcı Zaur Baxşəliyevin "Bu yaşda sevmişdin" sualına belə cavab verib. Kasıb idik, anam atam eşitmə və danışma məhdudiyyətlidir deyə qonşu qoymadı məni alsınlar. Gözümün qabağında nişan apardılar. Ondan sonra Azərbaycanı payc etmək istəyirdim. Amma Allahıma qurban olum, Moskvada başrola dəvət aldım. Kimin var idi ki? Tanımadığım bir insan dedi ki, sarı köynə obrazını bu oynayacaq. Mən bilmirdim aktrisa olacağam. 8-ci sinifdə məktəbdən çıxmışdım, oyuncaq fabrikində işləyirdim. Həyatdan küsmüşdüm, tərk etmək istəyirdim ölkəni. Qonşu oğlan idi, başqa bir rayona nişan apardılar. Biz birinci, onlar isə 4-cü mərtəbədə qalırdı. Dedilər ki, kasıbdılar, valideynləri qüsurludur. 17 yaşım var idi, biri-birimizi sevirdik. Amma özü də xoşbəxt olmadı. Bizi ayranında başına çox şeylər gəldi. Oğlan evi nişan aparanda çox ağlamışdım. Amma Allah məni başrolla bu depressiyadan xilas etdi.